Real Madrid halal. Hər bir salamlıq dostlar, necə ki işləriniz qaydasındadır. Ölkənin yeganə və möhtəşəm Real Madrid podkastı yenə efirdədir. Halal Madrid artıq yubiley 20-ci buraxılışı və yüngülvari fasilədən sonra artıq bayramda belə bir qərar gəldi ki, sizin üçün video çəkməliyik və möhtəşəm də oyunlar keçdi, onları da müzakirə etməliyik. Həmişə kimi Fərman bizim studiyamızdadır, bizim köhnə Madridistamız və fan klubumuzun üzvü. Hamını salamlayıram. Mən Abdul, bilirsiniz ki, mənim sevimli oyunçum yoxdur. Daha doğrusu var, amma adlarını çəkmirəm. Hər kəs üçün bu sirdir və yeni rezidentimiz, yeni aratorumuz, düzdür, yeni Madridistamız deyə bilmirəm, çünki köhnə Madridistadır və çoxdan da bizim həm fan klubunun üzvüdür, həm idarə heyətinin üzvüdür. Fərid Lətif də bizimlədir. Fərid alışdıq, şəp. Salam olsun. Qorxmayın, Lətifin şəxsi fanatları var, şəhərlərdə bilirik. Fərid Lətif də bizləndir. Sadəcə bizim artıq 4-cü aparıcımız da olacaq bundan sonra. Və bir də narahat olmayın, Fərid də elə Lətif kimi Vinicius fanatıdır və Jude Bellingham'ın şəxsi xeyteridir. Bilməm nəyə görə. Bunu elə müzakirə edəcək podkastda. Həcə? Lətif də Bellingham'dan xoş gəlmir. Lətif ələm tapadı. Mən xoşuma gələn kimi varsa heç kimdən xoşlar gəlmir. Bu prinsipiallı bir şeydir və məndə də eyni şeydir onlara qarşı. Ladna, öpürəm hər ikinizi, salamlayıram. Uşaqlar, vacib oyunlar keçdi bu həftələrdə. Vacib məqamlar oldu ki, fevralın elə ki cədvəlini açdıq. Gördük ki, normal təqvim var. Xetafe, City, Elche, City, Atletico. Belə yüngülvari fərmanla bu müzakirə edilib təqvim. Deyildi ki, yaxşı qutarmayacaq bizim üçün. Deyəsən, Arbeloa elə fevralın 15 adası qovacaqlar. Amma Arbeloa buna razı deyildi. Düzdür, Xetafe oyunda biraz buraxdı özünü. Xetafeyə uduzduq 1-0 hesabı. Amma növbəti oyunlar elə ilk öncə başlayan məzələ City-də bayraq tam qaldırılmalıdır. Çünki uğurlu bir ay oldu bizim üçün. City haqqında əsas məqam və hər kəsin sual verəcəyi bir məqam. Guardiola batırdı, buladı, yoxsa Arbeloa dahidir? Arbeloa dahi olması üçün bir 10 il vaxt lazımdır. Amma Guardiola doğrudan dahidir. İndi deyəcəm nəyə görə? Çünki Guardiola'nın neçə illər göstərdiyi oyunu onu sübut edir ki, doğrudan deyil. Kimsə deyə bilər ki, pulun hesabına və s. Pulun hesabına çox məşqçilər oyunçu alıb, amma Guardiola göstərdiyi, nümayiş etdirdiyi futbolu Barcelona'da, München'də və City'də çox möhtəşəm idi. Onu hamı çox gözəl bilir. Sadəcə məncə Guardiola 4 dəfə dalbadal Premier Liqanı götürəndən sonra, Ferguson'un rekordunu vurandan sonra, belə deyə, yeniləyəndən sonra zirvədə buraxmalı. Zirvədə buraxıb getməli idi və keçən il görsək ki, Guardiola futbolunu çox klublar anlayır, bilir necə oynamaq lazımdır. Və bu ildə yeni oyunçular gəldi. Bəli, hardasa yaxşı oyun nümayiş etdirirlər. Premier Liqada 2-ci yerdə gedirlər. Amma ki, belə deyim də, vaxtı idi onun getməyə. Və yeni nəsil gəlsin, yeni nəfəs gəlməli idi kluba. Sadəcə Guardiola Çempionlar Liqasında bir xüsusiyyəti var ki, gəlir, hansısa vacib oyunda özündən bir şou göstərir. Bilinmirdi, məsələn, hansı oyunçunun yerini dəyişir, kimisə əvəz etməyə atır, təzə oyunçu salır. Məncə deyərdim ki, Guardiola'nın ümumiyyətcə Çempionlar Liqasına çıxmaq, tərk etmək bir neçə səbəbi var. Əsas səbəblərindən biri Guardiola özü uduzur oyunları. Özü əvvəl sözü bağlı kəsəm. Əvvəl bir stilistika daxilində səhvlər elirdi. Sən demişkən söz və qüvvət. Səhv əvəz etmələr, səhv oyunçuların meydana buraxılması və s. İndi stilistikası çoxdur. Müdafiələr də oynaya bilər, oyun saxlaya qura da bilər, əks hücum da edə bilər. Onların içində artıq çaşbaşlar ki, mən necə eləyim, nətər oynayım? Mən səninlə tam razıyam. Əgər City deyə bilərsə, belə deyək də, yanvar ayındakı bizim zədəli oyunçularımız çoxdur və s. Eyni şey Real indi də deyə bilərdi. Real'a qarşı o bir səbəb deyildi. Çünki Real'ın itkisi daha ağır idi. Bellərlə davam edir. Sən deyirsən ki, Guardiola getməlidir, amma Guardiola deyir ki, gələn il çempion olacaq. İnşallah da ki olsun. Belə deyim də, Guardiola əlbəttə ki, razıyam. Barcelonalıdır, Katalondur və Real'ı çox istəmir, belə deyək də, sevmir. Amma ki, bir məşqçi kimi mən onu dana bilmərəm ki, mənim üçün şəxsən ilk üçlükdə olan tarix boyu. Amma ən yaxşı deyil. Ən yaxşısı məncə Ferguson'dur, yenində deyəcəm. Ən yaxşısı deyil və buna dair bir möhtəşəm səbəb var. Bu səbəblər Real Madridin özüdür. Ümumiyyətlə mən hesab edirəm ki, Madridin Guardiola'ya futbol daxilində qisası bu futbol tarixinin ən ağır qisaslarından biridir. Çünki birincisi Real Guardiola'ya qarşı oynayan zaman 9-cu, 10-cu, 11-ci, 12-ci illərdə o indiki o heyət də var idi, hansı ki getdi sonra
3 ildə Avrupa Çempionlar Liqasını qazandı, 5 il ərzində 4 dəfə Çempionlar Liqasını qazandı. O adamlar Guardiola'nın futboluna qarşı hansı ki, həmin ərəfələrdə ən möhtəşəm futbol oynayan komanda idi. Onlara qarşı öyrəşərək belə xarakteri qazandılar. Sadəcə indi o heyətdən də heç kim yoxdur da. O heyətdən heç kim yoxdur, amma bu artıq bir sənəcə atadan balaya keçən kimi keçir də. Yəni o motivasiya keçir və bunu Guardiola elədi və kimsə deyir ki, məsələn, Klopp yorulub getmişdi öz vaxtında da, 1-2 il bundan qabaq. Guardiola da Mourinho'dan, artıq Realdan hansı ki, sonradan formalaşdı və bir güc oldu Guardiola qarşı. Guardiola çoxdan bezib getmişdi. Bəlkə kimlərsə unudur, bəlkə bizim baxan bəzi Barcelona keçidlər var ki, hansı ki 15 yaşı var, bu vaxtlar onların yadında deyil. Amma Guardiola bezmişdi, yadınızdadır, bəlkə bir il fasilə götürmüşdü Bavariyadan qabaq. Bavariyadan qabaq da götürdü və sonra da səhv eləmirəmsə bir il götürdü hardasa. Deyəsə Bavariyada sizə keçən dəfə götürmüşdü. Amma bir məsələ var ki, Arbeloa əlbəttə ki, belə deyək də, doğrudan da xoş oldu Arbeloadan belə futbol, ağıllı bir. Mən açıq deyəcəm ki, mən gözləyirəm ki, City Real keçəcək. Mən də. Mən açığı gözləyirəm. Və ən çox arzum bilirsən nə idi? Öz meydançanızda heç-heçə olsun. Orada bir 2-1, 3-2 olsun ki, bir ayıb olmasın da Sebastian baxanda bir deyək ki, o uduzluq da oyunda gətirmədi. Hə, heç olmasa nəsə bir göstərdi. Amma ki, yenə də deyirəm, Mendy'nin birinci hissədə göstərdiyi oyun, Mendy yenə də mən oyuncu heyranam oyuncuya. Sadəcə bir zədələri olmasa lap əla olardı. Fran, bilmirəm, pole meydançada yəni nə bilim 40 plus xalaşqalar oturtmuşlar. Mən bilmirəm. Deyəsə onca xalaşqa tribunası var orada. Perez çağırır da, orada yaşlıları və möhtəşəm Valverde də. Valverde performansı haqqında çox danışmaq olar, amma yenə də bax deyəcəklər möcüzə. Mənim xətrimə deyil Real haqqında möcüzə kimi danışanda ki, möcüzəvi bir şey baş verdi ki, belə oldu və Real növbəti mərhələyə keçdi, amma həqiqətən Valverde'nin City-nə oyunda xətrik eləməsi 0.004%. Yəni 75 oyunda 3 gol vurdu və bu bir dənə oyunda 3 gol vurdu Çempionlar Liqası daxilində. Yəni möhtəşəm bir şeydir və bir vacib məqam da var. Yəni nə dərəcədə biz Arbeloa haqqında çox danışmaqda, Arbeloa nə dərəcədə bu cəhətdən, taktiki cəhətdən Guardiolanı məğlub etməsini biz danışa bilərik. Sırf Arbeloa çərçivəsində. Arbeloa çərçivəsində çox danışa bilərik. Nə üçün? Arbeloanın əsas heyətində bir neçə əsas oyuncusu yox idi. Mbappe kimi, İlk oyunda 9 oyuncusu yox idi. Bəli. İndi orada da danışılası var ki, məsələn, Alaba əsas deyildi. Məsələn deyə bilərəm və başqa bir neçə oyuncu var ki, amma əsas sırf götürsək ki, Carreras idi, Bellingham idi, Mbappe idi. Əsas 3 oyuncu, Rodrigo. O elə oyunculardır ki, məsələn, o hər bir klub itirsə, böyük bir itki sayılar. Amma ki, indi var idi, indi başqa oyuncular. Əsas trenddən gözləmədiyim oyun və Valverde'nin meydançanın hər bir nöqtəsində olmağı. Müdafiəyə keçəndə Valverde Trentə kömək edirdi. Dokun nə qədər çalışsa da bir şey eləyə bilmədi. Ümumilikdə nəsə bir güclü bir şey. Rüdiger Hollandı təzədən cibinə qoymağı bir anda buraxdı və oldu. Bu arada. Yəni, normal bir şey. Vinicius nə qədər onu xoşlamasam belə oyuncu kimi doğrudan da möhtəşəm oyun göstərdi və belə neçə gol vurdu? 2 gol yox. 2 gol. 2 gol yox. 3-4 rahat gol vura bilərdi. Ha yox, ikinci oyunda penaltik eləyə bilərdi. Və birinci hissədə, birinci oyunda penal vurmama mən biraz qorxutdu. Ki, bəlkəm də indi bu qırılan nöqtə ola bilərdi. Amma Courtois da yenə də, Courtois etkisi böyük bir itkidir. Amma Lunin göstərdi ki, o da yaxşı deyil bu arada oyuna. Və mən Lunin'i burada qeyd etmək istəyirəm. Nəyə görə? Çünki oyun praktikası yox. Adətən düzdür, sən ikinci qapıçı olaraq həmişə hazır olmalısın belə situasiyalara. Amma Lunin elə bir ki, dünənən hazır idi də. Amma görmüşük ki, Lunin həmişə duranda da qəşəng durur. 24-cü ilin Çempionlar Liqası Luninin yəni adını yazar. Düz orada da finalda Borussia Courtois verilməsi məncə hardasa Luninə qarşı haqsızlıqdır. 100%. Orada Lunin durmalıydı. Çünki bütün Çempionlar Liqası Bavariya dayanıb, City-nə dayanmışdı. Bavariya dayandı, City-nə dayandı və City-nə 2 dənə penal çıxartdı. Əlavə o deyil. Amma ki Bernardo qırmızı alanda demək olar ki, qırılan nöqtə idi. Ondan sonra Bernardo qırmızı və penaldan sonra mən inanmırdım ki, City 4 dənə gol qayda. Heç 3-ə də çox inanmırdım. Orada şans bir dənə o idi ki, City time-da ən azından bir topun vurmalıydı. Ən azı. Sadəcə orada bir nüans var ki, City müdafiədə boşluqlar verəcəkdi. Və o boşluqlardan necə istifadə olunacaq? Birinci oyunda görsəkdik ki, boşluqlardan Valverde möhtəşəm istifadə elədi və 3-cü qolda yadındaydı ki, hansı bir neçə veriliş əvvəl, bəlkə 5-6 Abdul deyirdi ki, bəs Gehi gələrdi Reala.
Gehini bura Gehi çıxartdılar. amma Gördün yenə də də məncə orada sənə dedim ki, lazım deyil, tələsməyə ehtiyac yoxdur. Və o 3 metrlik yerdə Valverde topu nətər onun tərkibində keçdi və qol vurdu. Başın üstündən keçir. Amma mən yenə Söz sözümün yoxdur. üstünə dururam. Gehi çox yaxşı müdafiəçidir. Sadəcə Realda o birbaşa start heyətdə oynamazdı. Real onu yavaş-yavaş Mən start heyətə yemirəm gətirərdi. onu. Adam Crystal Palace-dan gəlib də onu aldılar qışlı yanvarda da. Növbəti 3 gün sonra oynaydı, o start heyətdə oynaydı. Yaxşı, Van Dijk də Southampton-dan gəldi Liverpoola, nətər oynadı? Van Dijk individumdur. O İndi fərqi fərqi yoxdur Van Dijk da. olsaydı bura dünyada yox. müdafiəçi problemi olmazdı. Yox, indiki Van Dijk o deyil də, ondan da Uşaqlar, danışaq. Real itkiləri fonunda bir vacib məsələ müzakirə etmək istəyirəm. Hansı ki biz gələcək oyunlarda bu sualın cavabını artıq komanda özündən görəcəyik, amma indidən bir proqnoz olaraq və ümumiyyətlə fikirləriniz maraqlıdır. Bax 4-5-1 oynadıq. Bəli. 4-4-2 də deyə bilərik, amma indi Brahim Diaz məsələsi vardı. Orada yuxarı düşmək, aşağı düşmək və s. və s. Pitarçın oynaması. İlk öncə Pitarç haqqında əlbəttə sual verəcəm sizə və akademiya oyunçularının istifadəsi. Onu biraz sonra müzakirə edərik. Mbappé'nin və Bellingham'in bu heyətə qayıtması nə dərəcədə bu problemdir meydanda olan oyunçular üçün. Çünki Pitarç çox yaxşı top saxlayır və Pitarç belə davam eləsə, ümid eləyək ki, Como'ya onu verməzlər 1-2 illik icarəyə, yəni Niko Pazı verildikləri kimi. Amma Pitarçı mən start heyət oyunçusu kimi görürəm və Kroos'u və Modric'i ən azı futbol bacarıqları üzrə əvəz edə biləcək bir şəxs kimi görürəm gələcəkdə. Yaxşı mübarizə aparır, topu axıra kimi gedir, pasları görməyi, poylanır, hər şey. Balaca bir Vitinha'da fikir verdin onun oyun stilinə. Yəni balaca bir Vitinha tipli bir oyunçudur. Yəni 5 il əvvəl Vitinha belə idi, yəni Sporting'də falan. Pitarçı vurğuladın. Mən səndən razıyam. Çox mən o birinci dəfə oyuna çıxanda əlbəttə heç kim tanımırdı onu da Yusuf. Bizə lazımlı bir oyunçudur stilistik olaraq. Cavandır, çox yaxşı oyun nümayiş etdirdi. Səhv elədi birinci oyunda, Kurtuğa çıxartdı. O heç indi cavan oğlandır, belə deyək də, uşaqdır da indi oynasa. Amma ki Mbappé ilə Bellingham'ın qayıtmağı əlbəttə ki mən daha çox istəyərdim. Yəni deyirsən xeyri olacaq. Əlbəttə ki. Belə deyək də. Azından Mbappé 100%. Taktiki cəhətdən, oyunun taktiki cəhətdən belə deyək danışaq da. Xeyri olacaq. Gəl belə danışaq da. İndiki oyunu dağıtmaz. Yəni niyə dağıdır ki? Brahim Diaz'ın yerinə Mbappé girəcək. Ona baxmayaraq ki, mən Brahim Diaz üçün çox xoşum gəlir o oyunundan, topu saxlamaqdan, keçidlər, ara ötürməsi və Pitarçdan çox mən istəyərdim ikinci heyətə Arda Güler düşsün. Bax, əgər biz forma olaraq kimin əvəzlənilməsi haqqında danışırıqsa, düzdür, Brahim Diaz gedəcək çox güman ki, Mbappé o da. Amma yenə deyirəm, Mbappé Brahim Diaz kimi mən inanmıram pressingdə işləsin və onun kimi aşağı düşsün. Bir məqam ki, o da vacib bir məqam idi. City-lə ikinci oyunda Atletico-nu müzakirə edəcək onun oyunda. Brahimin çox böyük əməyi var. Bellingham'in başqa variantı yoxdur. Arda oturacaq. İnanmıram ki, Pitarç otursun. Çünki Pitarç dərindən oynayanda daha çox effekt verir, nəinki Arda. Əslində futbolda 14 nəfər oynasaydı daha yaxşı olardı. İndiki Real amma təəssüf. Arda da öz köməyini verirdi bu deyil. Öz köməyini verir. Sadəcə Arda faktiki olaraq da, yəni böyük oyuncudurmu sizin üçün? Yox. Mən çox Bellingham, okey, ikinci heyətdə sala biləcək oyuncudurmu? Bu dəqiqə yox. Sala deyirəm. Bu dəqiqə mən inanmıram. Ümumiyyətcə ki, o ikinci heyətə sala Bir bilər. də ki, mən ona çox belə möhtəşəm City-nə və Atletico-nə performansını görmədim. Niyə bilmirəm. Mən səndən razı deyirəm. Daşlayacaqlar şeylərdə. Türk qardaşımızdır falan 5 metr amma 70 metrdən qol vurdu zaten. 70 metrdən qol vurdu. Millətliyin fərqi yoxdur hər halda da. Belə baxanda orada oynayır, belə deyək. Ora fərqi yox. Türk olaraq əlbəttə istəyirəm ki, daha çox qabağa getsin. Amma ki, mən başa düşürəm ki, fiziki cəhətdən Bellingham'dan zəifdir. Bu bir. İkinci cəhətdə odur ki, onu mərkəzdə həm fiziki zəif olduğuna görə topu daha asanlıqla ondan alırlar və mübarizələrdə əlbəttə ki, Bellingham ondan daha güclüdür və Bellingham yıxılanda da top var. Yıxılanda Franı top çıxır. Bellinghamın qol vurmaq cəhəti daha üstündür ondan. Çünki o başla da oynaya bilir. Boy daha uzundur. Uzaqdan zərbələr daha dəqiqdir. Amma ki, sezon əvvəli Arda ilə Mbappé'nin paslaşması, asist qol. Amma o effekt getdi də. Effekt bilinmir. Yox, effekti idi. Amma La Ligada ən çox şans yaradan da elə Arda Gülerdir. Mən bilən yarım müdafiəçi arasında. Amma o şansların yerinə yetirilməsi məsələsi var. Mbappé yoxdur deyə. Biz nə deyirəm? Bax Ardanın heyətdən çıxarılıb da içinin Jude Bellingham'ı salması heyətə biz ötürmədə itirmirik. Əgər Pitarç meydanda varsa. Sadəcə Bellingham'in bir nüansı var ki, o zədədən sonra necə qayıdacaq? Birbaşa onu deyəsən biraz çəkidə də artır. O bilmək olmaz. 24-cü ildə mən təzə gələndə videolarına baxdım. Arıq uşaq, elastik, belə
hücuma da fiziki qaldı. İndi elə ki biraz bildiyin, yəni Yox, indi fiziki tərəfdən olub. İndi bax bilmək olmaz necə qayıdacaqdı. O nüans da var. amma Çin problemi də olmuşdu mövsümlərdə. Olmuşdu, amma hamısı geridə qaldı. Keçən mövsümlərə davam edirdi. Geridə qaldı və bilinmir ki, Billingem necə olacaq. Məncə o üzərində işləyəcək. O başa düşür ki, realda elə şey yoxdur. Sən mən pis oynayım, amma mən Billingem oynayacağam. Ancaq məncə realda Vinicius Mbappe eləyə bilər. 2 nəfər. Hətta yəni belə gəlsə satılası vəziyyətə də düşə bilər. Ola bilər. Mən təəccüblənmərəm. Bale kimi oyuncunu Real illərlə arzuladı və alandan sonra Bale hər bir nailiyyətləri gətirdi və Bale'ın saysaq ki, sol ayağı inanılmaz idi və Ardadan qat-qat güclü sol ayağı var idi və zərbələrində ötürmə və s. qaçmağında da söz yoxdur. O cür oyuncunu Real əvəzləməyə salıb oradan pulsuz buraxdısa, Real üçün Billingemi satmaq məncə 1-1-dir. Belə heç nədir. Özü də İngilis klublarda belə 200 milyondan nə alacaq verirsə. 100% da. Pul gəlsin. Amma ki Arda məncə Arda sadəcə belə deyək də ruhdan düşməli deyil. Ruhdan düşməli deyil çünki Arda Güler Real üçün əvəzedici oyunçu olacaqdı maksimumda. Yox, mən səndən razı deyiləm. Peter Ştad var, hansı ki oynayır. Mən razıyam. Qəşəng də oynayır. Əlbəttə ki biz Vitinha deyirik. Vitinha gəlsə mən 1 nömrə olardı o Realın yarım müdafiəsində. Ona söz yoxdur. Peter oturar da yəni Zamena. Zamena oturar 100 var. Olacaq Ceballos. Yox, bilmək olmaz. Ceballos hoşa getsin. Ceballos ömründə Betis'e geçsin. Yenə xəbərlər çıxır ki, Betis'e qayıtmaz. Ceballos gözəl oyunçudur. Sadəcə bəxti gətirmir onun zədələrdən. Bu bəxti gətirmən amma yəni nəsə var ki, bu bir neçə məşqçi onu əsas qiyada sala bilmir də biraz. Salırlar, zədələnir də, başa düşün. Problem odur da. O öz əsas belə deyim də mövsümün əsas məqamında zədələn. Keçən il də City ilə oyunda zədələndi. Bu il də City ilə oyunda zədələndi də belə deyək. Çox möhtəşəm bir oyuncudur. Super top saxlamağı var, ötürmələri. Demirəm Kroosdur, əlbəttə ki, yox, amma Kroosun hansısa bir funksiyalarını yerinə yetirə bilən bir oyuncudur. Oynayası var. Bu müzakirənin fonunda hər kəsin sual var. Mən də çalışacağam, onu da cavablandırım sizdən sonra. Bir yayda bir açar satış və bir açar transfer. Sizcə? Kim istəyərdi? Kim getməsini açar satış kimi sayırsa və kiminsə gəlməsini? Gəlməsini Vitinha 100%. Okay. Gəlməsini isə Vitinha gəlsə Neyləmə bu Bellingham'ı sataq getsin məncə. Hə? Uydu. Mən 2 dənə oyunçu deyərdim getməsinə görə. Amma onda ikisini də gətirdim. Gətirərəm. Problem yoxdur. Mən istəyərdim Mastantuono getsin. Gözü bir gəlsin də. Bir də Rodrigo getsin. Mor satılmaq. Rodrigo niyə görə? Rodrigo super oyuncudur, bir söz yoxdur. Motoru olmayan maşın sata bilərsən. Amma prosta ki Rodrigo belə deyək də Nasrense olanda oynayırdı. O da ki o deyil. Amma belə sırf hazırda zədəsiz oyuncu Mastantuono getsin, Olise gəlsin. Və yarım müdafiədə Vitinha'nı çox istəyərdim gəlsin. O ki Olise ilə Vitinha bilsən nədir? Elə bil ki yəni o super bolt daxilində boltu belə bağladın, tam komanda oturur. Olise'nin oyuna baxırsan möhtəşəmdir Olise. Fərid mənə bağışlasın. Mən də 2 dənə deyəcəm. İstəsən sən də 2 deyərsən, ikincisini də deyərsən. Sonra satış 100%. Mən istəyirəm ki, sadəcə klub qəbul etsin ki, Mastantuono uğursuz transferdir məncə. Okey də 60 milyona da Mastantuono almarsan. 60 milyon Mastantuono almaq olar. Olise'ni alıblar 50 milyon ötürməsi var. Nə qədər ötürməsi var? Qol asisti 2+1 deyəsən. 2 qolu var. Mənə 2 qolu var. Biri Albacetin oynayır. Mənə 40 milyonu alsaydılar, inanın mən də 0-0 eləyərdim. çıxıb bir 2 də asist eləyərdim. Yox, heç nə eləməz, mən də əvəz etmədi oturardım. Nə problem var? Mastantuono satışını amma bax necə satışını istəyərdim. 60 milyon almışsa heç olmaz 50 təliyin ki məsələn. Pulsuz. Verin getsə, xahiş edirəm götürün. Nə də olsa potensialı güya ki kağız üzərində bomba oyunçudur. Əlavə olaraq müdafiəçi lazımdır. Çünki Rüdiger çox güman ki Alaba ilə gedəcək. Mastantuono bir sual verəcəm. Bağışlasın bizə Mastantuono şəxsi fanatları bilən Eminemə oxşayır və s. və ilaxır amma yəni onlar təhqir edim o. Söyləmədə. Niyə uşaqlara əziyyət verirsən? Yəni pik o səs axtarmaq lazım. Mastantuono satışını gözləyirəm. İkinci satış alma açıq gəlmir. Çünki Rodrigo satışını istəmirəm. Plus sata bilməzlər. Yox, sata bilməzlər də. Sadəcə problem orasındadır. Prosta Alaba getsin. Onsuz hə. 25 milyon maaş. O maaş büdcəsi azalsın. Alaba ilə onun Mastantuono satışı Vitinha alınsa Alice, alınmasa Palibom Endrik qayıdır. Məncə sadəcə daha təklif eləyərdim Militao da getsin. Yox. Yox, Militao getməlidir. O çox zədiyə meyillidir. Militao'nun maaşı 10 milyona yaxındır. Mən maaşdan söhbət gedir. Yox, sadəcə klub cəhətdən, biraz bilet cəhətdən düşündü. 10 milyon maaşı var.
Yəni Alabanın aldığı maaş deyil də. Yəni çox qazanmırsan. Alaba onsuz gedir də. Onu 20 milyona o tərəfə arası kimə satasan? Alaba onsuz gedir də idin sonu. Hə, gedir amma hər Rüdiger'in məsələsi var. Yox, Rüdigerin biz 1 il uzadarlar inşallah da belə deyək Rüdiger üçün. Rüdiger qayıtdı və möhtəşəm qayıtdı. O sözsüz. Lətif olsaydı o sözü ona baxıb belə deyəcək. Lətif, möhtəşəm qayıtdı ya Rüdiger. Sən xoşlamadığın. Sən xahiş edirəm sən gəl. Son günlərdə tərəfləyir orada. Əlbəttə ki, indi Fərman deyirdi o razılaşmırdı da ondan da. Bilinmir nə höysün mösün görür. Axırda Lətifin axıtacaq bu videoda. Və Militao niyə görə? Müdafiəçi kimi gözəldir. Mən istəyərdim qayıtsın Rüdigerlə Militao ikisi oynasın müdafiədə. Sadəcə onun zədəyə meylli olmağı biraz böyük bir problemlər yaradır. Bəs Xuysun kimi zamanda otursun da. Məncə Militao 1 ildə şans vermək olar. Ana qədər şans vermək olar. Onun xarakterinə görə və 2 dənə çarpaz bağı zədəsindən qayıtmasına görə düzdür, yenə zədələndə də elə ki müdafiəni qoldan qurtarmaq istəyib deyə zədələndi. Valencia'nın oyunu deyə. Başa düşdüm nə deyirsən. Yəni o xarakterinə görə Realda qalmalıdır məncə. O xarakterdir. Yəni. Sən 10 milyon versən ondan o da çempionatda partladacaq məncə Militao. Sən 10 milyon versən ondan o tərəfən eləyərsən. 10 milyonum olsa çarpaz balı yoxsa ayaqlarımı kəsəylə qalaram orada. Uşaqlar siz fikirlərinizi şərhlərdə yazın. Guardiola, Albiol qarşılaşması haqqında Niçvo себе də və arzu olunan transfer kim gəlsin, Real kim getsin o haqqında fikirlərinizi yazın. Biz isə keçək növbəti bloka. Real Madrid halal. City haqqında müzakirəmizi yekunlaşdırdıq. Real artıq 8-də 1 finalı keçdi, 4-də 1 finala çıxdı. Bavariya haqqında, Bavariya ilə qarşılaşma haqqında arxada fikirlərimizi bildirərik. Gəlin Atletico Madrid məsələsini müzakirə edək. Derbi keçdi. Və nəhayət ki bu derbidə kimsə adətən biz gözləyirik ki 1-1 olacaq. Ya da 2-2. Ya da 2-2. O da nadir hallarda. Amma bu mövsüm necəsə elə oldu ki La Ligada Real'la Atletico ikisi də qələbə gəldi. Biri bir oyunda utdu, biri o birisi oyunda utdu. Çoxdan da La Liga çərçivəsində biz Real'ın qələbəsini görmürdük Atletico üzərində. Artıq 5 il səhv eləmirəmsə. Və nəhayət ki, bir neçə gün əvvəl Atletico-nu məğlub etdi. Möhtəşəm məncə bir oyun oldu və bu oyun haqqında fikirləriniz maraqlıdır. Başlayaq da, mən əvvəlcə danışanda deyirdim ki, Atletico Madrid mövsümdə La Ligada 2 oyun oynayır. O da Real'a qarşı. Çempionlar Liqasında və Kral Kubokunda isə cəmsi Barcelona'ya qarşı düşsə oynayır. Orada elə bölüblər də, uşaqlar elə bölüb. Fərq orasındadır ki, Atletico Madrid La Ligada Çempionlar Liqası belə deyək də 4-lük, 5-lük olacaq da növbəti mövsümdə. Oradan aşağı düşməyəcək. Heç bir halda düşməyəcək də. İndi lazım olan yerdə xalların qazanacaq. Ona görə bu dəqiqə fokuslanıb sırf Çempionlar Liqasına. Əlbəttə ki, indi deyə bilmərik ki, də Real oyunu fokuslanmamışdı. O heç, o sadəcə Tottenham'la cavab oyundan sonra biraz yorğun idi. Real bir gün tez oynadı. Demirəm, indi bunlar bir həftə istirahət eləsəydilər Real gəlib. Real onlar hər bir halda udacaqdı. Biraz udacaqdı. Hər bir halda Real bu dəqiqə formada idi və özünə çox inanırdı. City qələbə onlara belə deyim ruhlandırdı və inamı artırdı özlərinə qarşı da. Sonra kimi bu ruhlanma ilə gələ bilər. İndi Vinicius demişkən də çox pis oldu ki, indi millər oyunu başladı. Biz indi formdayıq və oynamaq istəyirik. Vinicius da dedi, o da ki biz istəyirik oynaya və mən inanırdım ki, belə formda olmaqla çox klubları uda bilərlər və sürpriz edə bilərlər. Real əlbəttə ki, Çempionlar Liqasını və La Liqada tam 2 klubdur. Klub gəlib Getafe udub City-ni uda bilərlər. O dərəcədə bilər. Getafe-də heç nə yaratmadan da bir dənə bir udar, o da Vinicius. Vinicius haqqında çox danışma, çünki həyat onsuz çıxır ki, Vinicius haqqında. Amma Atletico Madrid oyunda Atletico Madridin 2 dənə qolu, birinci qolda asisti, ikinci qolda raket. Zərbə möhtəşəm. 2 turda ucu qol vurur. Möhtəşəm. Keçən turda da elə qol vurmuş. Razıyam. Penal var idi 100%. Atletico Madrid güclü belə bir şey çox yar. 10 nəfərlə qalmaqlarla belə çox. Bir dənə dirəyi var idi. Hə, dirək okeydir, o da o dərəcə deyil. Gəl izləyiciləri rahatlaşdıraq. Aha. Bu qırmızı məsələsini də müzakirə eləyək. Bir dənə çünki mən sizə Fərdin qırmızı ilə bağlı maraqlı fikirləri var. Fərd, buyur. Valverde qırmızısı, davay. Partlat getsin. Məncə ədalətli idi. Niyə? Düz deyə qəsdən eləmədi. Topu oynamağa çalışır. Amma oyuncu bir addım qabağa verdi özünü və ayağına. Prosta arxadan da itələmə idi. Zat falan 5 metr arxadan girdi. Qəsdən olmasa da amma ki ayağını taşladı, qırdı demək. Deməli, amma ki bu baş hakim Manuel Montero
Hansı ki, bəli, yəni səhv bilmirsəm, düz bilirsiniz. Jude Bellingham Falkov sözünə görə meydandan qovan və hələ də La Ligada, Primerada, yəni ən əsas yarışda İspaniya üçün hələ də hakimlik edir necəsə, bilmirəm. Niyə hələ də Segundada deyil bu baş hakim? Valverde'nin protokolda yazıb ki, topsuz oyunçuya arxadan aqressiv müdaxilə. Birisi bu şəklin daha ekranlarınızda görürsünüz. Orada görünür ki, Bayena topla idi. Və bir də videonun özündə də hiss olunur ki, Valverde həqiqətən top oynayırdı. Heç bəlkə də görməmişdik ki, Bayenadır. Bu nə dərəcə sizcə Bayena Valverde məsələsi? Bu arada bu protokolda nə yazıb deyənə, Valverde bir oyunluq yox, birbaşa 2 oyunluq cəzalana bilər. Qoy biraz dincəlsin. Qoy biraz dincəlsin, amma baxmadan hələ ki La Liga uğrunda mübarizə aparırıq. Hələ Barcelona'nın da Atletico ilə oyunu var, hələ Clasico var. Yəni hələ ki şans bitirməmişik də. Xüsusən də Atletico-da məğlub edəndən sonra. Nə dərəcə bu Bayena məsələsi? Məsələn, Real yazdığı apellyasiyadır ki, açıq-aşkar. Bayena yerə Koke olsaydı məsələn düşünürdüm. Koke'də qırmızı verməyəcəkdi hakim. Sırf Bayena Valverde məsələsi var deyənə belə bir hadisə baş verdi. Sizcə nə dərəcədə yəni təsir edib hakimə bu Bayena Valverde məsələsi? Məncə sadəcə hakim Real xoşlamır. Çünki orada bir neçə momentlər oldu ki, bu La Ligada ondan daha pis zərbələr endirilib oyunçuların ayağına qarşı. Keçən derbidə getməyəcəm. Qarabağ yerə tapdalamışlar. Heç ora da getməyəcəm. Bir ayın söhbətidir. Mallorca oyunçusunun qarşı belə deyək, dizdən biraz aşağı və zərbə endirildi. Orada sarı verildi. Və heç vara da baxılmadı ki, bəs qırmızı ola bilər. Onu da bir tapdalama polibolu sarıdan o tərəfə deyil. Burada bir dənə nüans nədir? Məsələn, mən sənə açıq deyim də, orada bu baş hakim olmasaydı, digər kimsə olsaydı, mən onu 50-50-yə verərdim ki, qırmızı vermək də olar, verməmək də olar. Vermək olar nəyə görə? Çünki Valverde açıq-aşkar görsənir ki, topa çatmır. O aşkar görsənirdi. Orada topa oynanılası bir şey yox idi. Mən ona bir neçə rakursdan, birinci bəli əlbəttə dedim yoxdur, sonra bir neçə rakursdan baxanda gördüm ki, bu topa çatmaq şansı yox idi bunun da. Bir var ki, bu topa vurdu, sən ayağına vurdu. Mən sizdən tam razı olum. Bir var ki, bu topa vurandan sonra bu gəldi bunun ayağından vurdu. Bir neçə saniyə sonra da. Niyə də ayaq tapdalamadı da bu qardaş? Başa düşürəm. Bir var ki, mən yenə də deyirəm. Bu oyuncu sən topa istəyirsən oynamaq və topa dəymirsən. O tam başqa. Burada topa istək yox idi o qədər də. Mən demirəm Valverde bilə-bilə. Bəlkə bilə-bilə vurdu. Bayena görə arxasına yazıb da Bayena da. İndi o da qaçanda görür də. Griezmann səhv geyinib, Qaqa niyə görürsən? Griezmann aşağı idi. Onu səhv salmaq olmurdu. Amma ki, məsələn belə bir oyunda əgər saysaq ki, Atletico Madrid 14 fol edib və 4 sarı alıb, Real 2 fol edib, 1 sarı, 1 qırmızı alır. Bu normal bir şeydir. La Liga çərçivəsində zor söhbətdir. Və burada bir sual doğrudan bir tərəf odur ki, Simeone o qədər əmin idi ki, Atletico Madrid qırmızı almayacaq ki, sarı alan oyuncuları əvəz etmədi. 5-6 dənə sarı aldılar, hamısı da fərqli oyuncular. Fərqli oyuncular və onları əvəz etmədi. Əlbəttə ki, sən Reala qarşı oynayırsansa, sən mərkəz müdafiəçini demirəm, bütün elə klublar var ki, onu əvəz edə bilmir. Amma sən Atletico Madrid olaraq onları əvəz edə bilirsən. Amma indi pul nə boş şeydir. Ya pul masonları məsələsinə girişməyək. Sadəcə mən sırf belə neytral bir azərkeş kimi, əgər saysaq ki, Valverde birinci cərməsi idi, belə deyək də, fol etmə epizoduydu. Ona sarı vermək olardı. Yəqin ki, izləyicilərimiz, xüsusən də rus dilli izləyicilərimiz, yəni Kartal futbol haqqında bilirlər, belə bir blog var, Mana blog var, hansı ki, neçə illərdir yəni efirə çıxır. Telegramında, chatında yazıb ki, belə bir məqamlarda hakim futbolçu arasında şəxsi münasibətini bilməlidir də, yəni xarakter cəhətdə ki, bunlar arasında problem olub olmayıb və s. və bunu nəzərə alır. Səhərə kimi yəni qırışmışam ona. Ondan sonra yazıb ki, heç nə olmazsa qırmızı alıb da, hesab ki, dəyişir bundan. İzah eləmək, hansısa öz La Ligada, hansısa Özbəkistanın 3-cü liqası yox, La Ligada hakim oyunçular arasında şəxsi münasibəti epizoda qatırsa, bu qeyri-professionallıqdır. Bu idman prinsipləri tam olaraq pozur və necə yəni Valverde qırmızı aldı, hesab dəyişmədi, yenə də 3-2 qaldı. Bəs Alvarez'in qolu girsəydi, ondan sonra digər məsələ, bəs biz çempionluğa oynayan komandayıq. Əsas formda olan yarım müdafiəçimiz 2 oyun oynamayacaq. O təsir olmadı heç olmaz. Yox, hamısı təsir olur. Bir sual yaranır ki, burada şəxsi münasibət deyir də, düzdür. İndi biz səninlə şəxsi münasibətimiz var, hardasa zarafatımız da var, düzdür. Sən indi baş hakimsən, mən də oyacam, qaçan yersən mənə sarı görsən, mən çönüm deyəcəm o sözü. Ay
Niyə mən sarı verdin? Sən mən qırmızı verməsən verməli deyilsən. Əgər hansısa bir sənəcə təsiri varsa, ona necə ki o Rusiya ilə Ukraynanı falan olur deyə əvvəllər bir-birinə salmırdılar, bir qrupa, bir play-offa. Elə də bir Bayana Valverdeni bir o meydana salmır. İkisi də diskvalifikasiya amma yenə məncə Valverde orada görmürdü ki, sırf o Bayana. Mən deyirəm, görürsə belə heç bir dəxli yoxdur. Heç bir dəxli yoxdur. Yaxşı, ondan əvvəl də oynayıb da 5-2-dən. Niyə qırmızı almayıb ki? O sual da yaranır da, şəxsi münasibətlərdən danışırıq. Yəni də onun heç bir absurd bir şeydir. Amma ki, yenə də deyirəm, bu baş hakim olmasaydı və qırmızı göstərilsəydi, mən okey, bizən biraz normal reaksiya verərdim. Sadəcə bu baş hakimin açıqlamasına görə biraz anormal reaksiyadır, düzgün deyil. Rəsmi olaraq nə oldu tərəflər arasında? Atletico susur, Atletico işini demir. Atletico problem deyil. Real apellyasiyaya göndərib ki, 2 oyun yox, yoxsa 1 oyun eləyin. Çünki orada qırmızı yox idi. Hakimlər Komitəsi də apellyasiyanı qəbul edib, amma indidən Real'a bildiriblər ki, biz Manuel Montero'nun tərəfində olacaq. Burada məsələ bilsən nə? Əgər Real Sociedad oyuna gəlir Xoyson məsələsində, orada qırmızı 2 ay sonra dedilər, səhv. Dərhal dedilər səhvdir. Amma ki oyunu biz cəzasını çəkməli. O nə deməkdir? Də sən bu deyirsən bu səhvdir, amma bu ki ondan sonra ləğv elədi. Yenə də bizi düzgün başa düşünün. Bəlkə ki məsələ biz kəşfiyyatda falan YouTube-da qabağınıza çıxmışıq. İlk dəfə də izləyirsiniz bizi. Biz yəni həmişə fikrimiz eyni olub. Biz demirik ki, hakim Barcelona işləyir, Real işləyir, elə bilim Prosti Gospodi Atletico işləyir. Yox, sadəcə La Ligada hakimlik səviyyəsi bərbaddır və bunu qəbul etmək lazımdır. Bunu La Liga özü çoxdan tebasda qəbul edib. Prosta indidən bütün hakimləri silib süpürüb başqalarını gətirmək mümkün deyildi. Bu vaxt tələb edən bir prosesdir. Amma ki o düzəlməyəcək. La Liganın hakim cəhətdən ən azından Türkiyə Süper Liqasında heç bir fərqi yoxdur. Yox, amma bir dənə axırda əlavə edim ki, Valverde'nin bu formda olması möhtəşəmdir. Möhtəşəmdir və Atletico Madrid pressing bəlkə də Valverde'yə görə işləyir. Necə ki biz bütün 90 dəqiqə pressing elədik Atletico, bəlkə də o motoru Valverde'dir. Davay qaçdı. Sarıcınaqdan qaçdı. Dirəyə dəyməsəydi. Və bu Arbeloa üçün çox burada pressing pressing altında. Və bu Arbeloa üçün də burada tərəflənəsi bir məqamdır ki, Valverde meydanda bir neçə dənə işi var. Həm trendə kömək eləmək, yan müdafiədə dəstək olmaq. Hücumda indi bundan sonra az olacaqdır, daha çox çünki Mbappé qayıdıb da. Valverde hardasa çatdırmasa səhv eləsə, Arbeloa qınayacaqlar. Valverde qınamayacaqlar. Çünki Valverde onun üstündə elə bir ki, krediti var da azkeşdə qarşısında ki, ayda çatdırmadı məsələ üçün də. Orada Arbeloa silib süpürəcəklər və Arbeloa çox böyük risk altında düşür. Amma riskini eləyir, daha olsun Arbeloa'ya və biz bütün azkeşləri təbrik edirik Atletico Madrid qələbə üzərində münasibəti ilə. Çünki son illərin bəlkə də ən möhtəşəm derbisi oldu. Heç bağlı derbi deyildi. Atletico-na qədər bağlı eləməyə çalışsa da Real ikinci hissənin əvvəldə öz qolları ilə boyunu tamamilə açdı və məcbur elədi ki, Atletico cummalısan. Və Atletico da cumurdu. Məntiqli nəticəsi olaraq bunun qolları da gəldi. Gəlin axırda Bavariya haqqında fikirlərimizi bildirək. Ən qısa zamanda Bavariya Real'la oynayacaq. Biri var Çempionlar Liqasının yeni El Klasikosu deyirlər City-nin oyunlara. Bir də var ki Çempionlar Liqasının klassikası. İki köhnə, belə köklü, adlı sanlı komandası. Və var mı Real'ın bu Bavariya qarşı şansı? Axırıncı dəfə Bavariya Real'ı 2013-də keçmişdi. 2013-də. 2012-də də. 2012-də. Neçə faiz? Neçə faiz şans verirsiniz? Yəni bu haqda fikirləriniz varsa deyin, yoxsa yəni faiz deyil. Çox abstrakt bir məqamdır. Çünki çox buyur faizi de mən biraz uzun danışacağam orada. 65% Bavariya keçəcək məncə. Bu da City flashbackləri gəlir. Sonra da Real'a belə də zor. Real'a belə bu lazım. Açıq deyim ki, başqa kanalda verilişimizdə həmişə deyirəm ki, Bavariya maşındır. Bavariya favoritim idi Çempionlar Liqasında. Prosta istəmirdim ki, Real'la gəlib düşsünlər. Mən açıq deyəcəm. Mən Real'la heç gözləmirdim onları. Çünki Real maksimum gözlədiyim bir an 8-də 1 idi. 4-də 1 hardasa bəlkə də. Ona da müşküləm. Hə, amma ki Bavariyanın mən son oyunlarına baxıram. Əlbəttə hücumda möhtəşəm. Bavariya, Kane, Olise, Diaz, əminim oyun çıxardırlar da belə deyək. Amma ki onların müdafiədə və qapıcı problemləri Real'ın belə deyək də əlverişli şansı ola bilər. Amma qapıcı deyəsən əvəz idi də. Bizdə də əsas qapıcı yoxdur onlarda. Yox, sadəcə orada Ulbertdir. Hansı ki demək olar təzə gəlib də bu mövsümdən durur və möhtəşəm sevləri olur. Amma ki o deyil də, başa düşdün. Bir də müdafiə Jonathan Tana, Upamecano o səviyyədə deyil.
Mən görmürəm, Okey. amma ki mən inanıram Realın keçidinə və şansları açıq 50-50-yə deyərdim. Mən yeganə nəyə görə 50-50 demək istəyirəm? Sən Upamecano ilə tanınıb qeyd etdin. Zor. Razıyam. Biraz ləngdilər. Amma məncə bu Bavariyanın əsas problemi deyil. Hətta qapıcı belə Bavariyanın əsas problemi deyil. Bu Bavariyanın zəif nöqtəsi, hansı ki bunu Arsenal göstərib liqa mərhələsində və indiyənə qədər Bavariyaya cinahlarda problem yarada biləcək yeganə komanda idi Arsenal və ona görə də Bavariya həmin oyunda uduzdu. Cinah müdafiəçiləri. Müdafiəçi deyil onlar. Nə mənada? Sağda Stanisic oynayır, solda Laimer oynayır. İkisi də dayaq yarı müdafiəçisidir. Və onlara qarşı əgər Martinelli ilə Saka hoqqa veriblərsə, Vinicius'dur, Mbappe'dir, nə bileyim, Valverde sağ cinahda nələr eləməz. Ona görə bir dənə onu çox adam nəzərə almır çünki Bavariya qarşılaşmır bu cinahlara, bunlara problem yarada biləcək komandalarla. Chelsea onların cinahlarda problem yaratmadı. Chelsea o vaxtda cinahı indikindən də bərbad idi. Atalanta XG-si 4 idi. 4 idi XG. Sən Real'a yəni 4-2 oyun ərzində də, yəni sən Real'a 4 XG verə bilməzsən də, Real bunu istifadə edib 8 də top vurar sənə də, yəni. Real'ın üzmüşlər. Bir dənə o məmalı məqam qalıb və mən hiss edirəm ki, Vinicius solu hoqqa verəcək. Vinicius məcbur gələ 3 dənə oyunçu bağlasın. Ki Vinicius hoqqa verməsin play-offda. Və yaxud da Mbappe yaxşı tutdu bu Vinicius'u. Sağ tərəfdə güya ki səndə Laimer qaçır, hansı ki dayaq yarımda. O da Mbappe gəlir bunun. Yəni o cəhətdə mən Real'a şans tanıyıram yəni. Şansı var, amma bir dənə əlavə edəcəm ki, arzu eləyərdim ki, 50-nin 50-yə niyə deyirəm? Çünki Realdan keçə bilmirəm də, belə deyək. Amma hücumu üçün güclüdür. Mən onu başa düşürəm ki, normalda belə deyək də, adekvat, real bir şans olsa, mən əlbəttə ki 60-ın 40-a deyərdim. Biraz 50 Realdan keçə bilmirəm, amma ki bir nüans var ortada. Bavariya çempionatın zəif olması baha başa gələ bilər onlara. Həmişəki kimi. Tonusda olmaması məsələsi var da. Tonusdadılar. Sadəcə belə deyək də PSG-də necə bu rəqib yarandı, lans atdı. Amma bu Bavariya özü üçün gəlir. Artıq desən 12 xal qabaqdadır, 11 xal qabaqdadır Bavariya. Bavariya 9 xal qabaqdadır. Sadəcə bir sənətlər çıxır 14 xal, 15 xal qabağa. 2 oyun udzur ki, əgər biraz çatın. Özümə maraqlı olsun. Hə də özümə maraq olsun. Mən arzulayardım ki, əgər Real uduzsa özündə heç-heçə səfərdə də 2-1, 3-2 uduzsun ki, deyiləsi söhbət göz qaytaram. Sən göz qaytararsan, bir də sən deyəsən biraz yüngüllü var, PSG-dən qorxursan, yəni. Mən sözün açıq İndiki zamanında qardaşım PSG-dən kim qorxmur? Bir də Lans qorxmur, Lans qorxmur. Real məncə PSG-dən də keçə bilər, niyə də yox? Qardaş, mən demişəm də, yəni mənim üçün, mən bunu deyəsən noyabr ayında demişdim, Real Çempionlar Liqasını qazansa, qardaş, bunu görürsən, bunu bağlayın. Ya da ki, Real'ı orada qovur. Yəni, bari, bu Real bu gündə, yəni ki, Çempionlar Liqası qazansa, bu tərəfdə də, play-off'un bu tərəfində də, okey də sağ tərəfdən gəlsəydi, çox üstümdə, yəni də. Sağ tərəfdə rahat olar. Sağ tərəfdə Cici Bebe qalmasıdır. Solda gəlib keçə gəlsə. Real Çempionlar Liqasını utsa, mən bir il Real'ın Çempionlar Liqasında oyunlarda baxmayacaqdım. Maraqsız olacaq. Yəni, Roşum, yəni bağlayın, variant yoxdur. Uşaqlar, bu bizim fikirlərimiz idi. Bütün bu keçmiş əsas oyunlar haqqında və qaldı bizim izləyicilərimizə də müraciətimiz ki, siz də öz fikirlərinizi yazın. Bavariya oyunları haqqında nə fikirləşirsiniz? Guardiola necə gəlib oldu ki, Real'ın avtomatik olaraq soskasına çevrildi? Heç kim bunu başa düşmür. Guardiola da qıqızlar. Və əsas odur ki, öz fikirlərinizi yazın. Fərəd haqqında öz fikirlərinizi yazın. Ki, nə dərəcədə bugün Vinicius'u müdafiə edə bildi, yoxsa yox? Və əlbəttə ki, Peñablancas'la və Peñablancas'ın bütün sosial şəbəkələrində izləmədə qalın. Çox sağ olun. Hala Madrid. Sağ olun. ريال مدريد حلال